Heç bir məhsul almaq istəmirəm. Mənə elə bir çözüm de ki, ev üsulunda qolaltı, bikini və dirsək qaraltılardan azad olum. Deyirsənsə, bu video sənin üçündür, yaxın əyləş. Mən sizə gedin limondan, karbonatdan və sair istifadə edin deməyəcəm. Bir neçə ədəd kartofu götürürsüz, rəndədən keçirib suyunu sıxırsınız bu hala gələnə qədər. Daha sonra bunu bir qaba əlavə edirsiniz. Səhər və axşam qaralan nahiyələri pambığa batıraraq bu hazırladığınız toniklə silirsiniz. Kartof bədəndəki kollagen artımını sürətləndirir. C vitamin tərkiblidir. Buna görə də dərinin rəng tonunu açmağa malikdir. Onu qeyd eləmək istəyirəm ki, mənim üzlərim həssas olduğu üçün mən bunu üzümə tətbiq etmirəm, amma tətbiq edib nəticəsini görənlər varsa da ona bir sözüm yoxdur əlbəttə. Ev şəraitində sadəcə bir ingrediyentlə həqiqətən qaraltı problemlərini aradan qaldıra bilərsiniz və onu qeyd etmək istəyirəm ki, bunun üçün səbir, iradə lazımdır. Bir dəfə istifadə etməklə nəticə gözləməyin. 2-3 dəfə istifadə etdikdə artıq gözlə görülür nəticə əldə edəcəksiniz. Daha faydalı postlar və məlumatlar üçün məni izləməyi unutmayın. Hələlik.